gözləyir. Zirə ötən o turdakı uğursuzluğu unutturmağa çalışmalıdır azarkeşlərinə. Sumqayıta gəlincə isə Sumqayıt Karvan Yevlax üzərində qələbədən sonra Zirə səfərindən də ən azı Ricardo Martins cərmə meydançasında da ötürməsini edir. Konate topa çatmadı. Qapıya zərbə uzaq məsafədən təhlükəli bir zərbə idi. Top qapını Yankoviç sol ayağı ilə zərbə indirir. Aydın Bayramov yerindədir. Rarinato, Junior Martins. Ötürməsi də dəqiq alındı. İbrahim Konate. Konate solcuna. Namiq Ələskərov. Namiq Ələskərovun ötürməsi. İbrahim Konate yerdə qalıb. İbrahim Konate ilə bağlı epizodu gəlin izləyək. Bax, burada ötürmə edilir. Səbu Abdullazadə. Oy, oy, oy. Rüstəm Əhmədzadə qapıya baxır. Uzaqdan qapıya zərbə. Aydın Bayramov cəhd edib topu tutmağa çalışmadı. Yumruğu ilə bu topa toxunmasaydı Aydın Bayramov üçün belə bir topu qaytarmaq çox çətin olacaqdı. Bu isə Rüstəm Əhmədzadənin elə həmin o künc zərbəsində gətirən cərmə meydancasına ötürmə. İbrahim Konate qapıya zərbə və top qapıdadır, gol! İbrahim Konate! İbrahim Konate! Oyunda hesabı açır Zirə komandası. Qarşılaşmanın 36-cı dəqiqəsində İbrahim Konate fərqlənir. Bir daha baxaq bu topa. Oynankar vəziyyət burada yox idi və burada mövqe səhvi. Höcədat verdi. Burada mübarizəni uduzdu İbrahim Konate. Sol ayağı ilə o qədər qüvvətli bir zərbə idi ki, bu zərbəni sonra Mehdi Cənnətov heç cür topu qaytara bilməzdi. Burada sözsüz ki, suallar müdafiəçilərədir. Ona mübarizəni uduzdu. Əla oynayır Vaskes. Vaskes qapıya baxır, zərbəsini indirir. Top qapıdan aralı keçdi. Rikidən topu aldı, qapıya baxdı. Junior topu qəbul edir, mərkəzə doğru irəliləyir. Ötürməsini etdi Papunaşvili. Qapıya baxır Papunaşvili. Papunaşvilinin zərbəsi. Top düz Mehdi Cənnətovun olduğu nöqtəyə gəlir. Bu baş vermədi, amma topu rəqibə hədiyyə etdi və indi Rüstəm Əhmədzadə topu atıb qaçır. Rüstəmin sürəti hamıya bəllidir. Əhmədzadə qapıya baxır, aldancı hərəkətlər. Qarşısında Mucinzi var, Konate var. Səbu Abdullazadəyə ötürmə. Onun zərbəsi qapçı Aydın Bayramov yerindədir. Ruan ötürməsini etdi. Solcuna uzun bir ötürmə. Leroy Mikels topa çatır. Mikels nə edəcək burada? Mikels aldancı hərəkətlər rəqibini keçmək istəyir. Leroy Mikels. Mikels ötürməsini edir. Qapıya zərbə və burada Mehdi Cənnətov. Bir daha baxırıq. Mikels əla hərəkətlər. Çox ağıllı bir ötürmə. İbrahim Konate tam nəzarətsiz qalmışdı. Sağ ayağı ilə birbaşa topu qəbul etmədən qapıya zərbə indirdi. Mehdi Cənnətov burada. Sağcına Miye topa çatdı. Ötürmə Aydın Bayramov topu qaytarır. Daha bir zərbə. Rüstəm Əhmədzadə indi bərabərlik golunu vurmağa çox yaxın idi, amma çərçivəyə düşə bilmədi. Sadəcə 4-cü qələbə olacaq və bu qələbə komandanı 3-cü pilləyə yüksəldə bilər. Rüstəm Əhmədzadə gol olsaydı çox baxımlı, gözəl gol olardı və bu gol Sumqayıtı məğlubiyyətdən, amma bu baş vermədi. Və beləcə Rauf Cabbarovun final fiti Zirənin Sumqayıt üzərində minimal hesablı qələbəsini rəsmiləşdirir. 37-ci dəqiqədə İbrahim Konate'nin qolu Zirəyə bu ağır oyunda vacib, mühüm 3 xalı qazandırdı.